Salam qızlar, bugün gördüyünüz çəhrayı make-up edəcəyik. İlk başlayıram concealer ilə. Concealer L'Oreal'ın 326 nömrəli concealerıdır. İlk öncə fırça ilə, sonra sponge ilə yaxşıca yayırıq. Sonra Nars'ın məndə transparan pudrası var, ondan istifadə edirəm. Bütün üzümə tətbiq edirəm. Vaxt gəlir dodaqlara, dodaqlarımdakı o məhsulları da silirəm və Dior'un 012 nömrəli Rosewood rəngini balmından istifadə edirəm ki, dodaqlarım biraz nəmlənsin. Məndə Physician formulanın belə bir üz paleti var. Bronzerlər çox məşhurdur. Mən də istifadə edirəm. Gördüyünüz çəhrayı Shiglam'ın məhsullarından biridir. İndi də mislindən istifadə edirik. Bu da Strawberry Swirl gedir. Yaxşı parlaq bir ənlidir. Çəhrayı tonlarında. Amma bu gördüyünüz isə Dior'un 04 nömrəli Pink Strobe rəngli Luminizer'i də əsasən highlighter kimi gedir. Bu da Shiglam'in The Wizard of Oz göz ten paletidir. Burada çox yaxşı bir çəhrayı vardı. Ondan istifadə elədim. Sonra liner idi. Shiglam'dan qara liner. Çox məşhur deyil, amma yəni pis də deyil. Çox yaxşı məhsuldur. Sonra dodaqlarımı Emily'nin hansı da qələmi ilə elədim. Bu da təzə aldığım MAC pomadalarından Sellout rəngidir. Dodaqda həqiqətən çox gözəl görsənir. Çəhrayı alt tonlarındadır. Yadıma düşür ki, maskara vurmamışam. Bu da Tartelette maskarasıdır. Çox qəşəngdir gördüyünüz kimi. Jev'dən aldığım bu göz qələmi ağ rəngdədir. İllərdir istifadə edirəm, bəyənirəm. Bu da bilmirəm da nədir, hansı dükandan almışdım, 1 manat nə qədərəsə. Sonra Deborah və Yves Saint Laurent'ın arasında qaldım gloss olaraq, amma düşündüm ki, Deborah'dan istifadə eləyək. Çəhrayı alt tonlarındadır belə. Bəyəndiniz?